Salam əziz şagirdlər. Biz bu günsindən M-Hakimin riyaziyyatdan 9-cu siniflər üçün sınaq toplusundan mövzu sınaq imtahanı 1-in suallarını həll edəcəyik. Birinci sualda bizdə şərtdə deyir ki, A, B və C natural ədədləri üçün A vurulsun B 15, B vurulsun C 25 olarsa, ABC hasilinin natural bölənlərinin sayını tapın. Deməli, A vurulsun B 15 isə və B vur C 25-dirsə, buradan mən B-nin 5 olduğunu bilirəm. Çünki hər ikisinin böləni olmalıdır 15 və 25-in. Və buradan A tapıram ki 3-dür və B-nin yerinə 5 yazarsam 25-i 5-ə bölsəm C də 5 etmiş olar. Və ABC hasilini soruşur bizdən. Bu isə bərabərdir A-nın yerinə 3, B-nin yerinə 5 və C-nin yerinə 5 yazıram. Bu isə 70 olur 3 vurulsun 5-in kvadratı. Və natural bölənlərinin sayı düsturuna görə biz qüvvətlərinin üzərinə 1 gəlib bir-birinə vurmalıyıq. 3-ün qüvvəti 1, üzərinə gəlsin 1 vurulsun. 5-in qüvvəti 2, üzərinə gəlsin 1. Bu isə bərabərdir 2 vurulsun 3, bərabərdir 6. Doğru cavabım B variantı. İkinci suala keçək. İkinci sualda bizə deyir ki, A və B natural ədədlərinin ortaq olmayan sadə vurğuların hasili 10, ən kiçik ortaq bölünən isə 20 olarsa, AB hasilini tapın. Biz bilirik ki, ən kiçik ortaq bölünən 20-dirsə, bunun bir düsturu vardır. Əkab AB bərabərdir kök altında A vurulsun, B vurulsun, C. Burada C ortaq olmayan sadə vurğuların hasilidir və əkab AB-ni bizə verib 20 bərabərdir kök altında A vurulsun, B vurulsun 10. Çünki C-nin yerinə 10 yazıram. C ortaq olmayan sadə vurğuların hasilidir. Və hər iki tərəfi kvadrata yüksəltsəm, buradan tapıram ki 400 bərabərdir A vurulsun, B vurulsun 10. Və 10-dan 400-ü ixtisar etsəm 40. Bizdən deyil AB hasilini soruşur. AB bərabərdir 40. Doğru cavabım A variantı. Üçüncü suala keçək. Üçüncü sualda bizə deyir ki, 0,2 bölünsün 0,5, üzərinə gəlsin 0,3 bölünsün 0,6, üzərinə gəlsin 0,1 bölünsün 0,2 cəmini tapın. Biz ayrı-ayrılıqda hesablayıb ən axırda toplasaq daha rahat tapmış olaraq cavabı. Bunun üçün 0,2-ni 0,5-ə bölürəm. Bunu tapmaq üçün biz hər tərəfi 100-ə vursaq, bu 5, bu isə 20 olar. Bu da bərabərdir 25 bölünsün 5 bərabərdir 4. Sonra 0,3-ü 0,6-ya bölürəm və hər iki tərəfi sürət və məxrəci, yəni 1000-ə vururam. Bu 6, bu 300. 306-ya bölsəm 50. Daha sonra isə 0,1 bölünsün 0,2. Hər tərəfi 1000-ə vursam məxrəc 2, sürət 100. 100-ü də 2-yə bölsəm 50. Bizdən cəmini soruşur. 4 üstə gəl 50, üzərinə gəlsin 50, bərabər etmiş olar 104-ə. Doğru cavabımız A variantı. Dördüncü suala keçək. Deyir, Adəm pulunun 3/1-ni və 5 manat xərclədikdən sonra 15 manat pulu qaldı. Adəmin neçə manat pulu var idi? Adəmin biz pulunu bilmədiyi üçün biz bu pulu x-ilə işarə edirik. Pulunun 3/1-ni xərcləsə 3/1x, yəni x-i vururam 3/1-ə, plus deyir 5 manat xərclədikdən sonra pulunu xərclədi bu. Adəm bu pulu xərclədi. Nə qədər qaldı? Deməli, bütöv pulundan mən bunu çıxsam, x-dən yəni 3/1x-i plus 5-i çıxsam, 15 manat pulu qalmış oldu. Və buradan tapıram ki, x çıxılsın 3/1x, çıxılsın 5, bərabər etmiş olur 15-ə. X-dən 3/1x çıxsam 3/2x, 5-i sağ tərəfə keçsəm 20 etmiş olar. Və x-i tapmaq üçün isə 20-ni 3-də 2-yə bölürəm.
Bu isə bərabərdir. 20-ni 3-də 2-yə bölmək üçün 2-də 3-ə vurmalıyam. İxtisar getsə 10, 10-u da 3-ə vursam 30. Doğru cavabım C variantı. Beşinci suala keçək. Deyir 0,4-də 4, üzərinə gəlsin 0,4 dövrdə 6, üzərinə gəlsin 0,9 dövr 1, bölünsün 0,9 dövrdə 1, cəminin 3də 1 hissəsini tapın. Gəlin ayrı-ayrıqda yazaq. 0,4-də 4 bərabər edir 9-da 4-də. Yəni mötərizənin sayı qədər biz 9 yazırıq. Burada 1 dənə var. Onun üçün 9-da 4 yazmış olalım. 0,4 dövrdə 0,4 6 nəyə bərabərdir? Mötərizənin sayı qədər 9. Vergüldən sonraki rəqəm sayı qədər isə 0 yazıram. Bu isə bir dənə 9, bir dənə 0. 46 çıxılsın 4. Bu isə bərabərdir 42 bölünsün 90. Və 0,9 dövrdə 1 isə nəyə bərabərdir? 90-da 91 çıx 9, o isə bərabərdir 82 bölü 90. Və mən bunların üçünün cəmini toplasam, bunu ortaq məxrəcə gətirim 90-a görə. Bunu yəni 10-a vururam hər iki tərəfə. Bu nəyə bərabərdir? 90-da 40. Üçünü toplasam 90-da 40, 42, 82. Eyni məxrəcdə yaza bilərəm də bunları. Bu isə bərabər edir 164 bölü 90. Və bunu da mən 0,9 dövrdə 1-ə bölürəm. 0,9 dövrdə 1-ə də tapmışam ki, 82 bölü 90 deyil. Bunu bölmək üçün biz kəsri tərsinə çevirməliyik. Bu 82-də 90. Və ixtisar aparsam, tapıram ki, cavab 2-dir. Və bizə deyir ki, 2-nin 3də 1-ini tap. Yəni 3də 1-ə vur. Bu da bərabərdir 2 bölünsün 3. Doğru cavabım D variantı. Altıncı suala keçək. Ədədin deyir 10-a bölünməsindən alınan qalıq 9 olarsa, bu ədədin 5-ə bölünməsindən alınan qalığı tapın. Tutalım ədədim A-dır. Bunu 10-a böldümsə, qalıq da 9 alınır. Və mən burada bunu tapmaq üçün mən qismətə özümdən bir rəqəm deyim. Sadə olmaq üçün 1 deyirəm. Mən A-nı tapsam necə tapıram? 1-i vururam 10-a, üzərinə 9 gəlirəm. Bu isə edir 19. Və bizə deyir ki, ədədin, yəni A-nın 5-ə bölünməsindən alınan qalıq neçədir? 19-u 5-ə bölsəm 3, qalıq 4. Doğru cavabım B variantı. 7-ci suala keçək. 7-ci sualda bizə deyir ki, A bölünsün B bərabərdir 4 bölü 5 olarsa və əbob AB 12 olarsa, B çıx A fərqini tapın. Mən bunu yaza bilərəmmi? A bərabərdir 4K, B bərabərdir 5K. Doğrudan da mən 4K-nı 5K-ya bölsəm, 4 bölü 5 etmiş olar. K-lar ixtisara gedər, 5 bölü 4 qalar. Və mən indi bunu uyğun olaraq A və B-nin yerinə 4K, 5K yaza bilərəmmi? 4K, 5K bərabərdir 12. Bu nədir? Hər ikisində olan vuruq. Hər ikisində nə var? Baxıram ki, hər ikisində yalnız K var. K bərabərdir 12. Bizdən də deyir, B çıx A fərqini tap. B-dən A-nı çıxsam, yəni 5K-dan 4K-nı çıxaram, o da eləyər K. Elə mən də K-nı tapmışdım ki, 12-dir. Doğru cavabım D variantı. Səkkizinci suala keçək. Bizə deyir ki, qonşu bucaqlarından biri digərinin 5-də 4 hissəsini təşkil edir və bu bucaqlardan böyüyün dərəcə ölçüsünü soruşur. Birinci bucağım olsun X, ikinci isə bunun, yəni
X-in 5də 4-ünü deyir təşkil edirsə, vururam 5də 4-ə. Bu da edir 0,8x. Və bizdən böyüyünü dərəcə ölçüsünü soruşur və bilirəm ki, qonşu bucaqların cəmi 180-dir. X-in üstə 0,8x yazsam 180 edər. Bunun X-in üstə 0,8x yazsam 1,8x bərabər edər 180-ə. Hər tərəfi 10-a vursam 18x bərabər edər 1800-ə və X-i taparam ki 100. X-im 100-dürsə, yəni birinci də bucağım, ikinci bucağım isə 0,8-i vuraram 100-ə, bu da edər 80. Bizdən böyüyünü soruşduğu üçün doğru cavab 100. C variantı. 9-cu suala keçək. Deyir, 4 ardıcıl tək ədədin cəmi 144 olarsa, bu ədədlərdən ən böyüyü ilə ən kiçiyinin əkobunu tapın. Deməli, mənim 4 dənə ədədim var. Birinci ədəd, ikinci ədəd, üçüncü və dördüncü. Ardıcıl tək ədədlərin yəni bizdə düsturu var idi. Yəni birincisi 2n çıx 1 olur. İkincisi 2n plus 1 olur. Üçüncüsü 2n plus 3. Dördüncü 2n plus 5. Və bizə deyir ki, bunların cəmi 144-dür. Və bunları mən toplasam, edər 8n plus 8 bərabər edər 144. Və 8n burada bərabər edər 136-ya. N də bərabər edər 136 bölünsün 8 bərabər edər 17. Bizdən ən böyüyü ilə ən kiçiyini soruşur deyinə. Mən ancaq dördüncü ilə birincinin tapmalıyam. 2-ni 17-yə vurub 1 çıxsam 33 edər. 2-ni 17-yə vurub 5 üzərinə gəlsəm 39 edər. Bizdən əkоб 33 ilə 39 istəyir. 33-ü sadə vuruqlara ayırsam 3, 11, 11-ə bir dəfə. 39-u sadə vuruqlara ayırsam 3, 13-dən 13-ə bir dəfə. Əkobu tapmaq üçün nə edirdim? Birinci ədəd olduğu kimi saxlayırdım. İkincidə isə olmayan vuruğu yazırdım, yəni 13. Və buradan da tapmış olaram ki, 33 vur 13, 3 dəfə üçün 9, 3 dəfə üçün 9, 1 dəfə üçün 3, 1 dəfə üçün 3. 9, 2, 4. Cavab 429. Doğru cavabım A variantı. Onun suala keçək. Uyğun tərəfi perpendikulyar olan bucaqlardan biri digərindən 5 dəfə böyük olarsa, bu bucaqlardan kiçiyini tapın. Birinci bucağım olsun, bu da ikinci bucağım olsun. Bilirik ki, uyğun tərəfi perpendikulyar və paralel olan bucaqlar eyni adlı olduqda bərabər olur. Müxtəlif adlı olanda isə cəmi 180 olmalıdır. Və burada bilirəm ki, eyni adlı deyil. Yəni biri deyir ki, birindən 5 dəfə böyükdür. Deməli, biri x-dir, biri də olsun 5x. Bunların cəmi 180 olmalıdır. 6x bərabər edər 180, x-im 30 olar. X-im 30-dursa, yəni birinci bucağım 30, ikinci bucağım 150-dir. Bizdən də isə deyir, kiçiyi tapan, kiçiyi isə 30 dərəcə. Doğru cavabım Y variantı. On birinci suala keçək. A üzərinə gəlsin B bölünsün B bərabərdir 4 olarsa və əkob AB ilə əbob AB-nin də hasili 12 olarsa, A üstü B-ni tapın. Buradan bunu sadələşdirək. A üstə gəlsin B, çarpaz vursam 4B edər və A burada nəyə bərabər edər? 4B çıxsın B, o da 3B. Və mən gətirib A-nın yerinə 3B yazdım. Əkob A-nın yerinə 3B yazsam 3BB vurulsun. Əbob 3B vurulsun 3BB. A-nın yerinə 3B yazdım. Bunların əkobunu necə tapıram? Əkob hər ikisində, yəni ən böyüyünü götürürəm. Yəni burada bunların əkobu 3B-dir. Əbobu isə B-dir. Yəni əbobda hər ikisində olan vuruğu götürürəm, amma əkobda birincini götürürəm.
Olmayan isə, yəni ikincidə, yəni elə bir vuruq yoxdur ki, birincidə olmuyor. Onun üçün 3b-ni saxladım. Bu 12-dir. Buradan tapıram ki, 3b kvadratı 12-dir. B kvadratım 4 isə b də 2-dir. B mənfi 2 niyə olmur? Çünki natural ədədlər olmalıdır bunlar. Çünki biz əkobı ancaq natural ədədlərin əkobunu tapırıq. Və bizə isə deyir A üstü B-ni tapın. İndi A-nı tapım. B-im 2-dirsə, A da 3B-dir. 3-ü vururam 2-yə, o da 6 edər. A-mız 6, B-miz 2. 6 üstü 2, o da 36. Doğru cavabım Y variantı. On ikinci suala keçək. Deyir, düz xətt üzərində qeyd olunmuş 10 nöqtənin əmələ gətirdiyi parçaların sayı şüaların sayından neçə faiz çoxdur? Mən bilirəm ki, düz xətt üzərində 10 nöqtə, yəni parçaları tapmaq üçün bir düsturumuz var idi. N vurulsun, N çıxılsın 1/2. Bu düsturdan istifadə etməliyəm. Və bizdə burada 10 nöqtə verdiyinə 10-u vururam, 10-dan 1 çıxsam 9/2. Bu da edər 45. Deməli, 45 dənə bizim parça var. Və şuanın sayını tapmaq üçün 2n düsturundan istifadə edirəm. 2-ni də vururam 10-a 20. 20 dənə də şuan var. Deyir, parçaların sayı şuanların sayından neçə faiz çoxdur? Mən 20-ni kiçik ədədə həmişə 100% götürün. Böyüyü də x. Tənasübə görə. Və buradan çarpaz vursam 20x bərabər edər 100 vurulsun 45. İxtisar aparsam 20 ilə 100-ü. X-i taparam ki 225. Mən və axırdakı cavabdan 225 tapdığınızdan 100-ü çıxırsınız. Yəni bu özü 100%-dirsə, bu da 225. Neçə faiz çoxdur? Yəni çıxıram 225-dən 100-ü çıxıram 125%. Doğru cavabım B variantı. On üçüncü suala keçək. 13-cü sualda isə deyir bizə bir fəhlə işi 8 saata, digəri isə 10 saata yerinə yetirir. Onlar birlikdə 2 saat işləsələr, işin hansı hissəsi görülməmiş qalar? Tam iş, yadınızda saxlayın, həmişə 1-dir. Yəni bunu biz 1 götürürük, vahid. Və birinci fəhlə biri işi 8 saata görsə, yəni 1 saata neçədə birini görür işin? 8-də birini. İkinci isə neçə saata deyir? 10 saata. 1 saata neçədə birini görür? 10-da birini. Və amma deyir ki, bizə bunlar 2 saat işləsələr. Onun üçün 2-yə vururam. Və buradan tapıram ki, 8-də 1 vurur 2, yəni 8-də 2 üzərinə gəlsin 10-da 2. Və bunları ixtisar edəsəm 4-də 1 üzərinə gəlsin 5-də 1. Ortaq məxrəcə gətirirəm. 20-də bunu 5-ə vurduğum üçün sürətdə 5-ə vurmalıyam. Bunu 4-ə vurduğum üçün sürətdə 4-ə vurmalıyam. Buradan da tapıram ki 9/20. Deməli bunlar bu işi görüb. Bu görüblər bunlar. Görüb. Və bizə nə qədər qalır? 1-dən çıxıram 20-də 9-u. Buradan da tapıram ki 20-də 20 çıx 9. O da bərabərdir 11/20. Yəni 20-də 11. Doğru cavabım Y variantı. On dördüncü suala keçək. 14-cü sualda isə deyir, bölən 10, qismət 13, qalıq 8 olursa bölünəni tapın. Biz bilirik ki, bölünən biz bilmədik üçün A ilə işarə edirik. A bölünsün, bölən 10, verib qismət 13, qalığı isə verib 8. Böləni tapmaq üçün biz qisməti bölənə vururuq, üzərinə qalığı gəlirik. Bu edər 130, üzərinə gəlsin 8, 138. Doğru cavabım C variantı. On beşinci suala keçək. 15-ci sualı əslində 2 yolla həll etmək olar. Sadə yolu odur ki,
Burada mən bunların hamısını ixtisar aparsam, qırx iki və mən axırda 2-ni vururam 50-yə və üstünə, yəni sürətdə ancaq toplayıram. 3 üstəgəl 3, üstəgəl 3, üstəgəl 3, üstəgəl 3, üstəgəl 3. Yəni bu da 18 böl 100. Bu da bərabərdir 9 böl 50. Bunu belə də tapmaq olar. İkinci yolu odur ki, biz düstur var. 1 bölünsün məxrəcdəki, yəni bunların fərqi 50 ilə məsələn 42 arasındakı fərq neçədir? 8. 42 ilə 34 arasındakı fərq neçə idi? 8. 2 ilə məsələn 10 arasındakı fərq 8. Hamısının arasında görürük ki, fərq eynidir. 1 bölünsün fərq 8. Vurulsun birinci kəsir. Birinci kəsir biz bunu nəzərdə tuturuq. 3 böl 2. 3 böl 2 çıxılsın sonuncu kəsir. Sonuncu kəsir deyəndə biz bunu nəzərdə tuturuq. 3 bölünsün 50. Və bunu həll eləsək, biz gəlin birinci bunu mötərizənin için həll edək. Bunların ortaq məxrəcə gətirəm. 100-də bunu 50-yə vurduğum üçün bunu da 50-yə vururam. 150 çıxılsın. Bunu 2-yə vurduğum üçün bunu da 2-yə vururam. 3-ü 2-yə vursam 6. Bu da edər 144 bölünsün 100. Və mən 1 böl 8-i 144 bölünsün 100-ə vursam, bunları ixtisar etsəm bu 18 edər. 18 ilə 100-ə ixtisarsam 9 böl 50. Cavabım 50-də 9. Yəni bunu iki üsulla da həll etmək olar. On 16-cı suala keçək. Deyir, AB ədədinin rəqəmləri A üzərinə gəlsin B bölünsün açıq B bərabərdir 3-də 2 bərabərini ödərsə, bu ədədlərin rəqəmləri cəmini tapın. Mən bunları adi çarpaz vursam, 2-ni vursam A plus B-yə bərabərdir 3-ü də vursam açıq B-yə, yəni bunlar birbirine bərabər olar. Bunu vurub atsam, 2A üzərinə gəlsin 2B bərabərdir 3A çıx 3B. Və A-nı keçsəm sağa, B-ni keçsəm sola. Buradan alaram ki, 5B bərabərdir A. Yəni A 3B-dir. A 5B-dir. Və mən burada gətirib yerinə rəqəm qoysam. Bu A, bu B. B-ni yerinə 1 qoysam A 5 olar. B-ni yerinə 2 qoysam A 10 olar. Bu şərt mənim, yəni şərtimi ödəmir də. Çünki A, B 2 rəqəmli ədəd olmalıdır. Məsələn, A-nın yerinə 10, B-nin yerinə 2 qoysam, bu 102. 3 rəqəmli ədəd oldu. Amma məsələn, A-nın yerinə 5, B-nin yerinə 1 qoysam, 2 rəqəmli ədəd olar. Deməli, yalnız mənim şərtimi 5-1 ödəyir. Cəmi də neçə edir? 6. Doğru cavabım 6. Sonra keçək 17-ci suala. Deyir, 500 ədədlərin mürəkkəb bölənlərinin sayını tapın. Bunun mürəkkəb bölənlərinin sayı bərabərdir natural bölənlərinin sayı çıx sadə bölənlərin sayı çıxılsın 1. Çünki 1 nə mürəkkəbdir, nə sadədir deyinə. Biz 1-i də çıxmalıyıq. Bunun üçün mən 500-ü birinci vuruqlara ayırmalıyam, sadə vuruqlara. 2-yə 250, 2-yə 125, 5-ə 25, 25 5-ə 5, 5 də 5-ə 1. Mən 500-ü göstərə bilərəmmi belə? 2-dən neçə dənədir? 2 dənə. 2 üstü 2, 5-dən neçə? 3 dənə. Gəlin natural bölənlərin sayını birinci tapaq. Çünki düsturda bizə birinci natural bölənlərin sayı lazımdır. Natural bölənlərin sayını tapanda biz dedik bayaqda qüvvətlərin üstə 1 gəlib bir-birinə vursan. Bunun 2-nin qüvvəti neçədir? 2. Üzərinə 1 gəlirəm. 5-in qüvvəti neçədir? 3. Üstünə 1 gəlirəm. Və bir-birinə vururam. 3 vurulsun 4 bərabər edər 12. Sadə bölənlərin sayı bərabərdir müxtəlif sadə vuruqların sayına. Müxtəlif sadə vuruq bizdə hansılardır? Bir dənə 2-dir, bir dənə də 5. Cəmi 2 dənədir.
və sadə və 1-i də çıxıram. Yəni indi düsturda gətirib yerinə qoysam bu 12, bu 2, bu da 1 özü var. 12-dən 2 çıxsam 10, ondan da 1 çıxsam 9. Doğru cavabım 9. On 8-ci suala keçək. Uyğun tərəfi paralel olan bucaqların cəmi 200 olarsa, bu bucaqların birinin dərəcə ölçüsünü tapın. Biz dedik ki, uyğun tərəfi paralel olan bucaqların ya cəmi 180-dir, ya da bir-birinə bərabərdir. Burada görürük ki, cəmi 200-dürsə, deməli bunlar eyni adlıdır. Yəni ikisi də məsələn alfadır, ya x-dir tutalım. İkisi də yəni eynidir. Və buradan tapıram ki, 2 alfa 200-dür, alfa da 100. Doğru cevabım 100. Ee, 19-cu sualda deyir ki, AY CD-yə paralelsə və bucaq EAB 45-dirsə, bucaq DCB də 153 olarsa, bucaq ABC-ni tapın. Gəlin ilk öncə bu xətti uzadaq. Bu xətti uzatsam, mən bu bucağı necə taparam? Bu 180-ə tamamlamışam qonşu bucaqda. 180-dən çıxaram 153-ü. 180-dən 153-ü çıxsam 27 taparam. Deməli, bura 27 dərəcədir. Və buranı necə taparam? Bununla 45 uyğun tərəfi paralel olan bucaqlarda. Bura 45 isə, burada 45-dir. Və burada özümdən deyirəm alfa. 3 bucağın yəni daxil bucaqların cəmi bilirəm ki, 180-dir. Yəni alfa üstə gəlsin 27 üstə gəlsin 45 bərabərdir 180. Alfanın üstünə burada bunun cəmi neçə edir? 72 bərabərdir 180. Alfa da bərabərdir 108. Doğru cavabım 108. İkinci suala keçək. 20-ci sualda deyir, A bərabərdir mənfi altda 1, çıxılsın 20-də 3, üstə gəlsin 18-də 7 olarsa, AD'nin 13-də 9 hissəsini tapın. Gəlin bunu həll edək. Mən bunu belə yaza bilərəmmi? 18-də 7 çıx 6-da 1 mənfiyə görə. Fərqi nədir? 18-də 7-dən də 6-da 1 çıxsam, eyni cavabı taparam. Çıx 20-də 3. Bu da bərabər. Bunlar ortaq məxrəcə gətirirəm. 18-də 7 çıx 18-də 3. Bunu çünki 3-ə vurdum. Bunu da 3-ə vurmalıyam. Bu da bərabər edər neçə? Çıx 20-də 3. 18-də 4 yəni. Çünki bunları bir məxrəcdə yazsam 7-dən 3 çıxacam. 18-də 4 çıx 20-də 3. Bu da bərabərdir. Bunu gəlin ixtisar aparaq. 2-yə 2, 2-yə 9. 2 böl 9 çıx 3 böl 20. Və bunların əkomunu tapsam, bunlar bilirəm ki, 9 ilə 20 qarşılıqlı sadədir. Yəni, əkomunu tapmaq üçün bir-birinə vurmalıyam. Əkomu neçədir? 180. 9 20-yə vurdum. Bunu 20-yə vurduğumuz üçün sürətlə 20-yə vururam. 2-ni 20-yə vursam 40. Bunu 9-a vurduğum üçün sürətlə 9-a vurmalıyam. 27, 3-ü 9. Bu da bərabərdir 13 bölünsün 180. Bizə deyir ki, bunu, yəni 3 bölü 180-in, yəni AD-də biz bunu tapdıq. 9 bölü 13 hissəsini, yəni 13-də 9-unu tap. Buradan 13-ləri mən ixtisar apara bilərəm. 9 ilə da 180, 20. Buradan da tapıram ki, 1 böl 20 və ya 0,5. Doğru cavabım 0,5. (21-ci suala baxaq. Bizə deyir ki, 15-ə və 25-ə bölündükdə qalıqda 4 alınan bütün 3 rəqəmli ədədlərin sayını tapın. İlk öncə biz 15 ilə 25-in əkomunu tapmalıyam. 15 3-ə, 5 ilə 5-ə 1.
25, 5'ə, 5-də 5'ə 1. Bunların əkobı neçə edir? 15'i vururam. İkincidə olmayan vuruğu 5'dir. Bu da 75. Və bizə deyir ki, qalıqda 4. Yəni 75 bunlara bölünür deyinə. Mən üstə 4 gəlməliyəm. Bu 79. Görürəm ki, burada. Yəni bu 79-dur. Yəni 79 3 rəqəmli ədəd deyil. Onun üçün bunun yəni dəfələrinə baxıram. Məsələn 75 2 dəfə. Məsələn 2 dəfə olanda görürük ki 150. Üstə də 4 gəlsəm 154 görürük ki mənim şərtimi ödəyir. Çünki 154 hər ikisinə bölsəm qalıb 4 alınacaq. Bunun üçün mən belə yazmalıyam. Bu ədəd yəni 99-dan böyük olmalıdır. Yəni 99-dan böyük olmalıdır. Məsələn burada olsun, biz bunun dəfələrinə baxırıq da. 75-i vurduğumuz üçün bir k deyək. Və 1000-dən də kiçik olmalıdır. 3 rəqəmli ədəd olmalıdır. Və buradan tapsaq, yəni k ən kiçik qiyməti neçədir? 2. Çünki 1 olsa bu şərti ödəmir. Ən böyük qiyməti də gəlin 1000-i 75-ə bölək. Bir dəfə 250-nin də içində 3 dəfə. Bizə görə qalığı maraqlı deyil. Çünki 13 dəfə yəni düşür də, əsas odur yəni. Çünki 14 yazsam 1000-i keçəcək. Və biz bu aralıqda yəni bizdə deyir sayını tapın. Yəni sayını tapmaq üçün də bu aralıqda neçə dənə ədəd var yəni? 13-dən çıxıram 2-ni, üstə də 1 gələm. Çünki hər ikisi daxildir, görürsünüz. Bu da bərabərdə 12. Doğru cavabım 12. İkinci suala baxaq. A və B rəqəmlər üçün 0,4-də AB üzərinə gəlsən 0,4-də BA bölünsün 0,0 A dövrdə B üzərinə gəlsin 0,0 B dövrdə A ifadəsinin qiymətini tapın. Gəlin birinci sürəti yazaq. Sürət. 0,4-də AB nədir? 99-da ilə AB. Bu nədir? 0,4-də BA. 99-da ilə BA. Bunu həll eləsəm, bu eyni məxrəcə yaza bilərəm də. Bu AB nədir? 10 üzərinə gəlsin B. BA nədir? 10B üzərinə gəlsin A. Və buradan tapıram ki, 11A üzərinə gəlsin 11B böl 99. Və mən 11-i mötərizə xaricinə çıxarsam nə alaram? A üzərinə gəlsin B böl 99. 11 ilə də 99-u ixtisarlasam nə olar? A üzərinə gəlsin B böl 9. İndi məxrəci yazaq. Həll edək. Bu nədir? 0,04-də AB nədir? 900-də, yəni 900-də. AB çıx A. Bəs 0,0 B dövrdə A nədir? 900-də BA çıxılsın B. Bunu həll edək. Bunların yenə hər ikisini eyni məxrəcə yaza bilərəmmi? Çünki ikisində ortaq məxrəcə, yəni məxrəci 9-dur. AB nədir? 10A üzərinə gəlsin B çıx A üzərinə gəlsin. BA nədir? 10B üzərinə gəlsin A çıxılsın B. Və burada müsbət B, mənfi B gedir. Mənfi A, müsbət A gedir. Və tapıram ki, 10A üzərinə gəlsin 10B böl 900. Və onu ortaq məxrəcə çıxarsam nə olur? Ortaq vuruq kimi çıxarsam A üzərinə gəlsin B böl 900. Və buradan tapıram ki, A üzərinə gəlsin B böl 90. İndi bizə nə edir? Yəni bu tapdığım sürətdəki ifadəni məxrəcdəki ifadəyə bölməliyəm. Bunun üçün nə edirik? Bunu olduğu kimi saxlayıram. Vururam məxrəcin tərsinə, yəni 90 qalxır sürətə, A plus B düşür məxrəcə. Və buna ixtisar aparsam
Cavabım 1070 olar. Iyirmi üçüncü suala keçək. Deyir, uzunluğu 300 kilometre olan yolun hər iki tərəfinə də hər 100 metrdən bir dirək bastırılarsa, ümumi dirəklərin sayını tapın. Bura baxın, məsələn, mənim yolumun uzunluğu tutalım 300 metrdir. 300 metr olsa, baxın, bura 100 metrdən bir deyir də, 100. Yəni deyir, görürsünüz, hər bir deyir, dirək bastırasa. Bura məsələn bir dirək bastırdım. Bura bir saniyə. Bura bir dirək bastırdım. Bura birin. Bura birin. Nə qədər dirək bastırmış oldum? 4 dənə. Yəni bu nə deməkdir? Yəni 300 metrdə məsələn mən 300'ü böldüm 100'ə 3. Onun üstünə 1 gəldim. Onun üçün burada yəni bunu tapmaq üçün 300 kilometr neçə metrdir? 300'ü vururam 1000'ə. Bu da edər 300.000. Və mən 300.000'i də təzədən 100'ə bölürəm. 3000. Biz tapdıq ki, gördünüz, üzərinə 1 gəldik. Bunu da üstə 1 gəlsəm 3001. Amma bizim cavabımız 3001 deyil. Çünki deyir, yolun hər iki tərəfinə, yəni yolun məsələn sağına 3001 dənədirsə, soluna da 3001 dənə olmalı. Yəni üstə gəlirəm. Bu da edər 6002. Doğru cavabım 6002. Iyirmi dördüncü suala keçək. Deyir, məxrəci 60 olan düzgün kəsrlərdən neçəsini sonlu onluq kəsrində, yəni göstərmək olar. Sonlu onluq kəsr. Biz bilirik ki, sonlu onluq kəsrin məxrəcinin ancaq nə olmalıdır? 2 və 5-dən ibarət olmalıdır. Ya 2, ya 5, ya da hər ikisi. Biz bunun üçün 60'ı sadə vurğulara ayırırıq. 62'ye 30, 32'ye 15, 15'e 5, 5'te 5'e 1. Ve 60 nəyə bərabərdir? 2 üstü 2, vur 3, vur 5. Biz burada görürük ki, bizim bir dənə 3 bizim yəni şərtimizi pozur da, amma 2, 5 ödəyir. Və burada mən yaza bilərəmmi? 2 üstü 2, vur 5, yuxarıda da n olsun. Yəni ancaq bu şəkildə, bu şərt daxilində mən yəni sonlu onluq kəsri tapa bilərəm. Bu neçə eləyir? n böl 20. Neçə dənə düzgün kəsir var? 20'dən 1'i çıxıram 19. Deməli, mənim cavabım 19. Keçək və sonuncu sual 25-ci suala. Deyir, uyğun tərəfi perpendikulyar olan A alfa və beta bucaqlar üçün 4 alfa plus beta bölünsün 2 alfa çıxsın 3 beta 3 olarsa alfa çıx beta fərqini tapın. Mən bunu çarpaz vursam 4 alfa plus beta nəyə bərabər edər? 6 alfa çıx 9 beta. Və alfaları bir tərəfə, betaları bir tərəfə keçsəm beta plus 9 beta bərabərdir 6 alfa çıxılsın 4 alfa. Və 10 beta tapıram ki 2 alfaya bərabərdir. Alfa da bərabərdir. Hər tərəfi 2'yə bölsəm 5 beta. Biz dedik ki, uyğun tərəfi perpendikulyar olan bucaqlar ya bərabər ya da cəmi 180'dir. Mən alfanı tapdım ki 5 betadırsa, yəni alfanın yerinə 5 beta yazsam, yəni 5 betanın üstə də beta gəlsəm, birinci bucağım olsun tutalım alfa, ikincim olsun beta olsun da. Alfanın yerinə mən beta yazdım. Bu ikisinin cəmi 180'dir. Alfanın nəyə bərabər idi? 5 betaya. 5 betanın üstə beta gəlsəm 180 edər. Buradan atabilirim ki 6 beta
180-dirsə betdan 30-dur. Buradan da alfa nəyə bərabərdir? 5 betdir. Yəni 5 vur 30, 150. Və bizə deyir ki, alfa çıx, beta fərqini tap. Alfam 150, betam 30. Fərqi 120. Doğru cavabım 120. Bu qədər. Ümid edirəm ki, hər biriniz bəyəndiniz və hər biriniz üçün faydalı oldu. Əgər videonu bəyəndinizsə, bəyənməyi unutmayın.